Şüvüllə istərsə də fərqi yoxdur. Yəni hər birində fazaların yerləri dəyişməzdir. Yəni 1-1-də olaraq qalır, 2-2-də, 3-3-də, 4-4-də və ya da 5-ci fazası varsa elə məhz 5-ci fazasında olduğu kimi qalacaq. Və indi mən bunu şəkil üzərində də göstərim sizə. Şüvüllə tullanmanı müəllimlər. Baxın, şüvüllə tullanmadır. Yenə eynən qaçaraq dediyi hündürlüyə tullanmada nə var idi? Döşək var idi. Həmin döşəkdən, yəni matdan burada da istifadə olunur. Həmin döşəyin uzunluğu müəllimlər 6 metr, eni 5 metr, qalınlığı isə 80 santimetrdən 1 metr aralığında ola bilər. Və şüvülün uzunluğu idmançıya görə dəyişə bilər. Yəni 3 metr 5 santimetrdən 5 metr 30 santimetrə qədər ola bilər. Yəni 3,5-dən 5,30-a qədər aralığında ola bilər. Və dedik idmançı nə qədər məsafəni qaçır? 35-40 metr məsafəni qaçır. Bundan başqa planka, baxın, qaçaraq hündürlüyə tullanma ilə şüvüllə hündürlüyə tullanmada müəllimlər fərq var. Qaçaraq hündürlüyə tullanmada dedik şüvülün plankanın, yəni üzr istəyirəm, plankanın uzunluğu nə qədərdir? 4 metr. Bəs şüvüllə hündürlüyə tullanmada plankanın uzunluğu nə qədərdir? 4 metr yarım, yəni 4,5 metr. 4 metr yarımdır. Həmçinin çəkisində də fərq var. Uzunluğa hündürlüyə tullanmada plankanın çəkisi adidə, yəni şüvülsüz 2 kiloqramdır. Amma şüvüllə hündürlüyə tullanmada plankanın çəkisi 2 kiloqram 25 qramdır. Yəni fərqlidir bunlar. Və bunlardan sonra müəllimə indi sizə sonuncu atletkanın sonuncu bölməsindən deyim. Atmalar. Atmalar bölməsi. Baxın, atmalar da müəllimlər formasına görə, yəni iki formada olur. Süzən və süzməyən. Və ümumi dedik atmalar neçədir? 4'dür. Bunlar hansılardır? Lövhədir, lövhəyə disk atma da deyirlər, nizədir, çəkicdir və yadro itələmədir. Bunlar dörtlük atmalara aiddir bir yerdə. Amma bunların isə süzən və süzməyən var. Süzənlərə aiddir lövhə, yəni disk və nizə. Süzməyənlər isə çəkic və yadrodur. Bunlar isə süzməyəndir. Və bunların indi sizə fazalarından danışım müəllimlər. Bir dəqiqə. İlk olaraq danışım sizə diskdən, lövhə atmadan yəni. Baxın, lövhə atma, disk atma. Fazaları 5 fazası vardır lövhə atmanın, disk atmanın. İlk fazası, birinci yəni fazası start mövqeyi və ilkin hərəkətdir. İkinci fazası dönmə və dayaqsız fazadır. Üçüncü fazası final səyi, dördüncü atma, beşinci isə dayanmadır. Və xüsusi qəfəsin içindən atılır lövhə disk atma. Və lövhəni idmançı atdıqdan sonra, belə deyək, lövhə disk, yəni yerə düşməyənə qədər arxasını sektora çevirə bilməz. Və həmçinin də lövhə yerə düşməyənə dək ayağın həmin o sektor ki var, dairə ki var, ondan kənara ayağın belə deyək, ata bilməz. Mütləq lövhə disk yerə düşdükdən sonra həm arxasını sektora çevirə bilər, həmçinin də ayağın həmin dairədən kənara ata bilər. Amma o zamana kimi ata bilməz ki, lövhə yerə düşməyənədək. Və diskin çəkisi, müəllimlər, qadınlarla və kişilərdə fərqlidir. Diskin çəkisi kişilərdə 2 kiloqramdır, qadınlarda isə 1 kiloqramdır. Bəs çevrəsində, uzunluğunda, diskin ölçüsündə yəni, kişilərdə 22 santimetrdir, qadınlarda isə 18 santimetrdir. Həmçinin sektorun, yəni dairənin, həmin ki disk ki, idmançı ki, diski, lövhəni atdığı sektor ki var, həmin sektorun diametrinin uzunluğu isə 250 santimetrdir. Yəni 2 metr yarım deyə bilərik buna. Sonra gəlir nizə atma. Nizə atmanın isə müəllimlər 4 fazası var. Birinci fazası qaçışdır, ikinci fazası çarpaz addımdır, üçüncü fazası alətin atılmasıdır, dördüncü fazası isə dayanmadır. Yəni tormozlanma da deyə bilərik buna. Və nizənin çəkisi də eynən diskdəki kimi müəllimlər qadınlar və kişilərdə fərqlidir. Qadınlarda çəkisi 600 qramdır, kişilərdə isə 800 qramdır. Həmçinin ölçüsündə, yəni nizənin uzunluğunda da fərq var. Baxın, kişilərdə 260-270 santimetrdir, qadınlarda isə 220-230 santimetrdir, fərqlidir. Və nizəni atmaq üçün idmançı müəyyən bir məsafəni qaçır. Həmin məsafənin həm uzunluğu var, həmçinin də eni var. Həmin nizə atmaq üçün sektorunun eni 4 metrdir, eni 4 metrə olur. Uzunluğu isə 30 metrdən az olmayaraq 36,5-dən, yəni 36 metr yarımdan isə çox olmamaq şərti ilə olur. Dedik,
Nizəni idmanca qaçmaq üçün nizə atma sektorunun eni nə qədər olur? 4 metr. Uzunluğu nə qədər olur? 30 metrdən az olmayaraq və 36,5 metrdən isə çox olmayaraq. Üçüncü isə müəllimlər, bir dəqiqə bizim yadro itələmə olacaq. Baxın, yadro itələmə, yəni nüvə itələmə də deyirlər buna. Və yadro itələmənin müəllimlər iki forması var. Var xətti üsulu ilə, bir də var fırlanma ilə itələnməsi. Yəni iki üsulla atılır. Xətti üsulla da atıla bilər, fırlanma forması ilə də itələnə bilər yadro. Və yadronun çəkisi də qadınlar və kişilərdə fərqlidir. Qadınlarda 4 kiloqramdır çəkisi bir yadronun. Kişilərdə isə 7260 qramdır. Yəni bu da edir 7 kiloqram 260 qram. Bu qədər çəkisi var. Və çəkiz atma müəllimlər. Onu da tapım sizin izahını vereyim. Çəkiz atma. Baxın, metal kürə və məftildən ibarətdir. Gördünüz, tutacaq. Metal kürə, məftil və metal kürədən ibarətdir. Çəkiz atma. Çəkizin çəkisi. Bax, eynən yadro itələmi ilə çəkiz atmada qadınlar və kişilərdə həmin belə deyək yadro dediyimiz istər çəkiz olsun fərq etmir. Çəkiləri ikisi də hər ikisində eynidir. Yadronun çəkisi eynən çəkisinin çəkisindən eynidir. Qadınlarda 4 kiloqramdır, kişilərdə isə 7260 qramdır. Yəni 7 kiloqram 260 qramdır. Eynidir və müəllimlər, bunların eyni sektordan, eyni dairədən atılma forması var. Belə deyək, eyni olanlar qeyd etmişəm. Baxın, xüsusi qəfəsin içərisindən atılan, yəni bizim iki atmamız ancaq və ancaq qəfəsin içərisindən atıla bilər. Yəni qəfəsdən kənardan atıla bilməz. Bunlar hansılardır? Disk atma və çəkiz atmadır. Disk atma ilə çəkiz atma xüsusi, yəni qəfəsin içərisindən atılır. Yəni o qəfəsdən kənarda onu atmaq olmaz. Bəs deyir, atma sektorunun ölçüsü eyni olanlar, yəni sektor hər ikisində eynidir. Çəkiz atma və yadro atma hər ikisində 213 sm, onda 5 santimetrdir. Yəni 213,5 santimetrdir. Bəs yaxşı, eyni sektordan icra olanlar, yəni eyni sektorda bax demişdik, disk və çəkiz. Həmin disk və çəkizdir. Deməli, diskdə diametri 250 sm olan bir dairədən atılır. Çəkizdə isə 213,5 metr olan bir dairədən. Və müəllimlər, indi sizə biz danışaq, üzrəm, az öncə demişdim sizə, sonuncu atmalar yox, sonuncu atmalar deyil. Sonuncu məhz çoxnövçülükdür. Atmalar üzr istəyirəm, az öncə səhv demişdim mən onu. Dördüncü idi bizim dediyimiz. Biz indi sizinlə çoxnövçülükdən danışacağıq. Çoxnövçülük müəllimlər. Çoxnövçülük qadınlar və kişilərdə var. Çoxnövçülük kişilərdə dekatlon, qadınlarda isə heptatlon adlanır. İlk mən kişilər üçün olanı göstərim sizə. Baxın, çoxnövçülük dekatlon kişilər üçün və onövçülük adlanır. Və 2 gün ərzində keçirilir. Yəni birinci gün və ikinci gün. Birinci gündə 5 növü keçirilir və həmçinin ikinci gündə 5 növü keçirilir. Yaxşı, bəs birinci gün keçirilənlər hansılardır? Baxın, 100 metr məsafəyə qaçış və 400 metr məsafəyə. Baxın, 2 dənə qaçışımız var burada. Qısa məsafələrə qaçışlar. Belə yadda saxlaya bilərik. Hansılardır? 100 metr və 400 metr. Bəs tullanmalar neçədir? Onlar da 2-dir. Deməli, birinci gün həm 2 tullanma, belə deyək, nümayiş etdiriləcək, həm də 2 qaçış. Bunlar biri 100 metr, biri 400 metr olacaq qaçışlarımız. Tullanmalarımız isə uzunluğa tullanma və hündürlüyə tullanma olacaq. Və birinci günün 5-ci keçirilən atletika növü hansıdır? Yadro itələmədir. Deməli, 100 metr uzunluğa tullanma, hündürlüyə tullanma, 400 metr məsafəyə qaçış və yadro itələmə oldu. Bəs ikinci gün hansılardır? Onları deyim sizə. 110 metr sədlərlə qaçışla, baxın, orta məsafəyə 1500 metr məsafəyə qaçışı var. Yenə burada da 2 qaçışımız var. Düzdür, qaçışımızın biri sədlərlə qaçışdır, 110 metr kişilər üçün olan qaçışdır. Biri isə orta məsafəyə olan 1500 metr məsafəyə qaçışlarımızdır. Və bundan başqa 2 dənə burada atmamız var. Hansılardır? Lövhə atma və nizə atmadır. Baxın, lövhə atma və nizə atmadır. Əlavə bir dənə də tullanmamız var ki, birincidə demişdik hündürlüyə və belə deyək, qaçaraq hündürlüyə və uzunluğa tullanmadır. Amma ikinci günümüzdə isə bir dənə də tullanmamız var, hansı ki şüvüllə tullanmadır. Və ikinci gün hansılar keçirilir? 110 metr sədlərlə qaçış, lövhə atma, şüvüllə tullanma, nizə atma və 1500 metr məsafəyə qaçıraq. Bunlar da oldu dekatlon kişilərin onövçülüyü. İndi qadınların heptatlonu.
Bu da 7 növçülük sayılır. Birinci gün 4 növü keçirilir, ikinci gün isə 3 növü keçirilir. Baxın, birinci gün keçirilənlər 110 metr, 100 metr sədlərlə qaçış və 200 metr məsafəyə qaçışdır. Bu da yenə həmçinin, baxın, qadınlarda 2 dənə birinci gün qaçışımız keçirilir. Biri 100 metr sədlərlə qaçışdır, biri də qısa məsafəyə qaçışlardır ki, 200 metr məsafəyə qaçışdır bu da. Və bir atmamız var, bir dənə də tullanmamız var birinci gün. Atmamız yadro itələmədir, tullanmamız isə hündürlüyə tullanmadır. Deməli, birinci günlər hansılar oldu? 100 metr sədlərlə qaçış məsafəyə, yadro itələmə, hündürlüyə tullanma və 200 metr məsafəyə qaçış. İkinci gün isə artıq atletkanın 3 dənə belə deyək növü keçiriləcək ki, bunlar hansılardır? Uzunluğa tullanmadır, nizə atmadır və 800 metr məsafəyə qaçışdır. Baxın, sual var ki, hər iki çox növçülükdə, yəni dekatlon və heptatlonda hansı atmadır keçirilməyən? Buna deyəcək biz çəkiz atmadır. Bəs hər ikisində, baxın, atmalardan desək olacaq çəkiz atma, tullanmalardan desək amma 3 stəkanla tullanma. Yəni, həm tullanmalardan 3 stəkanla tullanma, atmalardan isə çəkiz atma nə qadınların çox növçülüyündə, nə də kişilərin çox növçülüyündə heç birində yoxdur. Bunları da nəzərimizdə saxlayaq müəllimlər.